Dostlarım, ya salam, hər vaxtınız xeyir olsun. Fudu Futbol kanalına xoş gəlmisiniz. Bilmirəm nə danışam, bilmirəm nələr deyəm. Əslində deyiləsi çox şeylər var. Danışılası çoxlu mövzularımız var. Amma doğrudan da olanlardan sonra, baş verənlərdən sonra bilmirəm emosiyalarımı, hisslərimi necə ifadə edeyim. Hər halda məni yaxşı anlayarsınız. Barselona azarkeşləri və yaxud digər futbol komandalarının azarkeşləri elə vəziyyətdəyik ki, doğrudan da bir boşluq içərisindəyik. Elə bir hansısa bir izah edə bilmirəm, doğrudan da izah edə bilmirəm. Sözüm çoxdur əslində, amma deyə bilmirəm. Belə olmamalıydı. Belə olmamalıydı. İstəməzdik belə olsun. Hər şey yaxşı ola bilərdi. Hər şey istədiyimiz kimi ola bilərdi. Amma olmadı. Neyniyək? İndi çalışdığım qədər hər şeyi izah eləməyə çalışacağam. Çalışacağam ki, öz fikirlərimi bildirim. Bilmirəm, indi bu fikirlər sizin fikirlərinizlə üst-üstə düşəcək yoxsa yox. Şərhlərdə öz fikirlərinizi bildirə bilərsiniz, yaza bilərsiniz. Mən də oxuyaram, cavab verərəm. Bu oyunun taktiki tərəfindən heç bir şey danışmaq istəmirəm. Interin heyəti belə idi, Barselonanın heyəti belə idi. Barsa belə oynamalıydı, Inter belə oynamalıydı. Hər şey düzgün idi. Hər iki məşqçi oyuna maksimum dərəcədə gözəl və rasional şəkildə hazırlaşmışdı. Amma bu oyun ilk oyunda olduğu kimi çox xaotik bir şəkildə keçdi və hər iki komanda göstərdi ki, mübarizədən qorxmur və sonadək mübarizə aparacaq. Birinci hissə, indi ilk qol haqqında, ikinci qol haqqında bir o qədər də belə açıq-aydın danışmaq istəmirəm. Birinci hissə 2-0 hesabı ilə geriyə düşdük və biz oyuna fan klubla baxırdıq. FCB AZ səhifəsinin admini olan Novruz qardaşla bir yerdə, təşəkkür edirəm ona, mənə dəvət eləmişdi və digər Barselona azarkeşləri ilə bir yerdə idik. Oyunu belə maraqla izləyirdik. Əslində hər şey bizim üçün çox pis başladı, bərbad başladı. Lautaro'nun qolu, sonra Kubarsinin penalti epizodu. Penalti epizodu haqqında danışmaq istəmirəm bir o qədər də çox. Məncə açıq-aşkar penalti epizodu idi. Baxmayaraq ki, bəzi futbol ekspertləri deyirlər ki, burada penalti yox idi. Başında elə bunun Arsene Wenger durur. Arsenalın keçmiş baş məşqçisi də oyundan sonra bildirmişdi ki, elə epizodlara penalti vermək düzgün deyil. Amma məncə burada Kubarsi biraz tələsdi və məncə daha ağıllı və rasional oynamaq olardı. Artıq Inigo, üzr istəyirəm, Lautaro Martinez yıxılırdı və inanmıram ki, topa normal zərbə endirə bilərdi və onu sıxışdırıb öz fiziki gücü hesabına, cüssəsi hesabına sıxışdırıb həmin epizodu maksimum dərəcədə təhlükəsiz bir vəziyyətə gətirə bilərdi. Amma belə oldu, neyniyək? Birinci hissə bitəndə biz hamımız inanırdıq komandaya və mən də dostlarımla danışırdım ki, komanda qayıdacaq, əminəm ki, komanda qayıdacaq və inanırdıq. Doğrudan da inanırdıq və inandığımız başımıza gəldi. İnamımız, güvənimiz doğruldu. Komanda geri döndü. Özdə necə geri döndü? Hər halda hər biriniz oyuna baxmısınız. Fərqi yoxdur. Barsa azarkeşisiz, Real azarkeşisiz, Inter və yaxud digər komandaların azarkeşisiz. Oyuna baxmısınız. Komanda 55-ci dəqiqədən 87-ci dəqiqəyə qədər Interi sadəcə olaraq meydanda məhv etdi. Məhv etdi. Bu 30 dəqiqə ərzində Interə göz açmağa imkan belə vermədilər. Və məntiqi sonluq olaraq 3 top vurdular. 3 top. Nəinki hesabı bərabərləşdirdilər. Artıq önə keçdilər. 87-ci dəqiqədə biz önə keçdik. Çalışdığım qədər istəyirəm ki, emosiyalara qapanmayım, əsəbləşməyim, öz
içimdəki olanları sakit şəkildə istifadə edeyim, amma alınmır. Görürəm ki, artıq öz-özündən belə avtomatik olaraq coşuram. 87-ci dəqiqədə hesabda önə keçdik və finalın bir addımlığındayıq dostlar. Bir addımlığındayıq. Və ani bir səhv hər şeyi məhv etdi. Mənə dostlar həmişə deyirdilər ki, Araujo haqqında sən çox sərtsən, çox belə radikal sözlər deyirsən, Araujo'nu çox tənqid edirsən. Neyniyim? Neyniyək? Keçən mövsüm İlkay Gündoğanla onun arasında olan hər halda problemdən xəbəriniz var. Paris Saint-Germainlə evimizdə oynadığımız oyundan sonra həmin o yersiz qırmızı vərəqədən sonra Gündoğan açıq şəkildə Araujo'nu tənqid etdi. Media qarşısında tənqid etdi Araujo'nu və ona öz iradını bildirdi və burada komanda İlkayın özün səhv çıxartdı və İlkaya bildirdilər ki, belə şey eləmək olmaz, bu düzgün deyil. Razıyam əslində bu belə bir şeyləri, belə bir problemləri media qarşısında demək o qədər də düzgün deyil. Amma adamın o Manchester City təcrübəsi, adamın o Guardiola ilə işləmə təcrübəsi bizə imkan verirdi ki, onun sözünə qulaq asaq. Mən ümumiyyətlə heç vaxt Araujo'nu top səviyyəli bir müdafiəçi sanmamışam. İndi deyəcəksiniz ki, Fuad bunu bu günə kimi niyə demirdin? Elə bunu əvvəlcədən deyərdin. Araujo heç vaxt bunun üçün bizə belə deyim, povod verməmişdi. Amma son illərdə buna povod verir. İlk öncə heç onun səhvlərini qoyuram bir qırağa, zədələri artıq, həddindən artıq çox idi. Ötən mövsümdə, bu mövsümdə tez-tez zədə alırdı və bu mövsümün demək olar əvvəlin buraxmışdı zədəyə görə və dekabr ayında qayıtmışdı. Və onun yerində Inigo Martinez oynayırdı və Inigo Martinez sadəcə olaraq o adama əl çalmaq istəyirəm. Ona imkan olsa bəlkə heykəl qoyaram Azərbaycanda. Barcelona azarkeşlərlə yığışıb. Çünki adam 33 yaşındadır. Heç kimə lazım deyildi. İkinci, üçüncü dərəcəli bir müdafiəçi kimi hesab olunurdu. Amma gəl bu mövsüm komandanın əsas müdafiəçilərindən ol və Avropanın ən yaxşı müdafiəçilərindən biri ol. Sadəcə olaraq super. Təşəkkür edirəm burada Inigo Martinezə. Bu mövsüm tam əvvəlindən, tam sonuna dək komandaya görə canın qoydu, qanın qoydu. Və heyif ki, onun kimi müdafiəçilər heç vaxt futbol dünyasında böyük yerdə ola bilmirlər. Nədir? Xaypları zəifdir, reklamları zəifdir. Çox adlı sanlı, çox mənəm deyən müdafiəçilərdən güclüdür Inigo Martinez. Bunu hamımız çox gözəl bilirik. Sadəcə olaraq yaşı da artıq çoxdur. O, ən azı 5 il əvvəl, 6 il əvvəl bu komandada olsaydı, bəlkə komandanın əfsanəsi olardı. Və məncə də bu mövsüm, bir mövsüm onun komandanın əfsanəsi olması üçün heç bir maneə törətmir. Bəlkə də biraz sizin üçün gülməli çıxar, amma mənə görə Inigo Martinez komandaya adın qızıl hərflərlə yazdırdı. Halal olsun Inigo Martinezə, sözüm yoxdur. Və dünənki oyunda da onun əvəz olunması oyunun qırılma nöqtəsi oldu. Bəzi dostlar deyir ki, Flick səhv elədi. Flick Inigo Martinez oyundan çıxarmamalıydı. Yox dostlar, belə olmamalıydı. Düz qərar verdi Hans-Dieter Flick. Nəzərə alsaq ki, Inigo Martinezin sarı vərəqəsi var idi və artıq oyunun sonları yaxınlaşırdı. Bir əks hücum, bir sarı vərəqə və artıq bu sarı vərəqə qırmızı vərəqəyə dönür. Birinci növbədə oyunun sonuna qədər azlıqda qalacağıq. İkinci növbədə isə planlaşdırdığımız finalda Inigosuz olacağıq. Bu özü böyük bir risk idi və Flick çox gözəl qərar verdi və düzgün qərar verdi. Burada onun qərarını qınaya bilmərik. Və onun yerinə daxil olan oyuncu dırnaq arası 17 yaşlı təcrübəsiz bir oyuncu deyildi. Bu Araujo idi oyuna daxil olan oyuncu. Bəzilərinin fikrinə görə dünyanın ən yaxşı
mərkəz müdafiəçilərindən biri. Budur ən yaxşı mərkəz müdafiəçisi. Mən indi bir oyuna görə kimisə qınamaq istəmirəm və yaxud bəziləri deyir ki, bir oyun pis oynayan kimi oyunçunu qınayırsınız, bir oyun yaxşı oynayan kimi onu tərifləyirsiniz. Bu oyundan sonra Araujo Real Madridlə oyunda gedib poker eləsə belə, boş qapıdan 5 dənə top çıxarsa belə, nə bilim, həyatının, karyera oyunun keçirsə belə, mən onu bağışlamayacağam. Mən bir Barsa azarkeşi olaraq haqqımı ona halal eləməyəcəm. Heç vaxt. Çünki bu adama görə biz artıq ikinci dəfədir ki, 2 il ard-arda Çempionlar Liqasından məhrum oluruq. Keçən ilki səhvimi başa düşdüm. Okey, 4-1 finalı idi. Keçən il komandaya bir o qədər də inam yox idi ki, PSG-nin keçə bilər. Amma biz o sürpriz elədik Parisdə. Və gəlib burada da Barcelonada da onun davamını eləyirdik. Hesabda belə öndə idik. Amma sağ olsun, bizi pis vəziyyətdə qoydu. Bu mövsüm də həmçinin. Əzizim, dostum, sənin 26 yaşın var. 80-cı dəqiqə oyuna girmisən və 37 yaşlı Acerbi gəlib səni məhv eləyir, yeyir, parçalayır. O Acerbi ki, 2012-ci ildə atasını itirib və buna görə böyük bir depressiyaya düşüb. 2013-2014-cü illərdə xərçəng xəstəliyindən əziyyət çəkib, müalicə alıb gəlib bu gün futbol oynayır adam. Adamın hər şey qoyuram bir qırağa. Yenə də deyirəm, 37 yaşı var. Adam yarı canla oynayır. Səndən daha gümrahdır, səndən daha cəld oynayır, səndən daha ağıllı oynayır. Sən bunu necə alındıra bilmirsən? Mən bilmirəm artıq nə deyim. Mən əsəblərimi artıq bilmirəm nəyə sərf eləyim. Yəni biz nə vaxta kimi belə loser səhvlər buraxacağıq? Biz niyə görə belə loser oyunçulara görə məhv olub getməliyik? Bura reabilitasiya mərkəzi deyil bu komanda. Bu komandada birinci dərəcəli futbolçular oynamalıdır. Bu komanda özü birinci dərəcəli futbolçular yetişdirir futbol dünyası üçün. Amma hansısa ikinci, üçüncü dərəcəli futbolçulara görə biz məhv oluruq. 2021-ci il, 2020-ci ildəki Araujo mənə maraqlı deyil. Onda bəli futbol oynamaq istəyirdi adam, amma indi o nəsə eləmək istəmir. Mən onda nəsə iradə görmürəm. Mənim sözüm yoxdur, mən bilmirəm artıq nə deyim. İkinci epizod haqqında danışmaq istəyirəm Araujo'nun. Okey də, birincinin başını buraxaq, Acherbini qabaqlaya bilmədi. Tuta bilmədi, amma halbuki Acherbi ilə mübarizə aparır, qucaq-qucağa gəzir. Amma Acherbi gəldi, ona qabağa gəldi, bir dənə qapıya qoymaq qoydu ki, dübən laylay. Necəsən? Sabahın xeyir. Amma halbuki Acherbi ilə qol-qola, çiyin-çiyinə mübarizə aparırsan. Necə bu səndən qalib ayrıla bildi? Niyə topun qabağına yıxılmadın həmin an? Amma lazım olmayan anda keçən il yıxıldın, Barkolyanı yıxdın daha doğrusu. Turam epizodu. Hayda. Turam 110 dəqiqə futbol oynayıb, adamın ciyəri dağılıb. Mən Turama baxırdım, yazığım gəlirdi. Ümumiyyətlə mən Interlə Barsanın oyunçularına baxırdım, yazığım gəlirdi onlara. Vallahi billahi yazığım gəlirdi. Adamların canı çıxmışdı, nəfəs ala bilmirdilər. Hər iki komanda nəfəs ala bilmirdi. Hər ikisi son tərlərin qoydu oyuna, hər iki komanda. Turam 110 dəqiqə pressing elədi. Arxa dala qabağa işlədi. Nə bilim, hər şey elədi bu adam. Və gəlib sənin cinahda elə keçir ki, elə rahat keçir ki, elə bir belə də olmalıdır. Belə də olmalıdır. Və keçəndən sonra qayıdırsan arxaya, Turan pas verir. Adı nədir? İranlı oyunçunun adı nə idi? Yadımdan çıxdı. Neysə. O bir toxunuşla ötürmə verdi Frateziyə. Zərbə endirən moment gedib Kubarsinin dalında gizlənib. Kubarsinin qapının boş hissəsini sığortalamaq əvəzinə Kubarsinin dalında gizlənib. Budur bizim top səviyyəli müdafiəçimiz. Budur bizim top səviyyəli müdafiəçimiz. Sizə sual verirəm. Sən Kubarsinin nə axtarırdın ay Araujo? Adama deyərlər bunu. Nə axtarırdın?
O adam oyuna girəndə mən özümə bir də şübhə gəldi, dedim ayda soyuq tər gəldi, dedim bu nəsə hoqqa verəcək. Bu nəsə bizim priключение tapacaq bu adam. Mən bunu hiss eləyirəm. Və bunu da elədi. Bunu da elədi, sağ olsun, halal olsun. Doğrudan da ümidlərimiz pus oldu. Vallah deyirəm, komanda birinci hissədə 2-0-dan sonra məğlub olsaydı, ikinci hissə birində buraxsaydı və cavabında maksimum bir top vurub 3-1 uduzsaydı, mən bu gün əsəbləşməzdim. Mən bu gün əsəbləşməzdim. Deyərdim ki, komanda oynadı, uduzdu. Heç alınmadı, uduzduq. Amma sən 2-0 uduz. İkinci hissə yarım saat ərzində 3 gol vur və remontada elə və son saniyələrdə gol burax, oyunu itir, oyunu əldən ver. Bu adamı yandıran budur. Adama yer edən budur. Belə oyunlarda, belə məqamlarda, belə oyunlardan sonra komanda olaraq loser olur komandalar. Çox komandalar belə loserliyə doğru gedir və bunun axırı heç yaxşı olmaya bilər. Bilirəm bu komanda gənc komandadır, elə çox böyüməlidir. Komandanın çox yaşda kiçik oyunçuları var, yaşda qoca oyunçuları var bəziləri. Nəsil dəyişmə prosesi olmalıdır bəzi mövqelərdə, o başqa məsələ. Amma komanda bəzi loser oyunçulara görə loser gününə qalmamalıdır. Belə, mən biraz Flickdən də danışmaq istəyirəm. İndi Flick haqqında da biraz məlumat verim, onun əvəz etmələri haqqında danışım. Amma ilk öncə Inter azarkeşlərini təbrik eləmək istəyirəm. Videoya başlayanda heç təbrik eləmədim. Doğrudan da Inter azarkeşlərinə bu qələbə münasibəti ilə, bu futbol münasibəti ilə təbrik edirəm. Bu futbol bayramına görə çox sağ ol deyirəm. Möhtəşəm oyun oldu. Bəlkə də Çempionlar Liqası tarixində belə bir yarımfinal dueli olmayıb. Hər iki oyun sadəcə olaraq möhtəşəm idi. Bu nə idi belə? Yəni əgər siz neytral futbol azarkeşi idinizsə bu oyunda, bu oyun sizin üçün möhtəşəm bir həzz yaşatdı. Amma Real azarkeşdən də aiddir bu, okey. Əgər Barsa və Inter azarkeşisinizsə, bilin ki, yəni böyük bir stres yaşadıq. Hər iki komandanın azarkeşləri çox böyük stres yaşadı və sonunda qalib gəldi Inter. Yenidən təbrik edirəm. Gözəl nəticə ilə və finalda uğurlar arzulayıram. İnşallah yaxşı olar. Belə deyim. Gəlin dostlar qayıdaq 9-10 ay öncəyə. Keçən ilin may aylarına, iyun aylarına belə və yaxud iyul-avqust aylarına, yəni mövsümün əvvəlinə belə deyim. Hans-Dieter Flick komandanın başına gələndə bizim də çox böyük gözləntilərimiz yox idi komandadan. Hans-Dieter Flickdən var idi, bəli. Biz bilirdik ki, Flick kimdir? Biz bilirdik ki, Flick nələrə qadirdir? Alman disiplini, sadəcə olaraq disiplinli bir insan, məqsəd yönlü bir insan, öz prinsipləri ilə olan bir insan və peşəkar bir insan, peşəkar məşqçi. Və biz əmin idik ki, Flick nəsə əl qatacaq bu komandaya. Amma bu qədərin gözləmirdik, gəlin açıq danışaq. Bu qədərin biz gözləmirdik. Mövsümün əvvəlində bizə desəydilər ki, Barcelona mövsümün sonunda treble-a namizəd olacaq. Çempionlar Liqasının yarım finalında, finalının bir addımlığında olacaq. Hamımız biraz gülərdik, deyərdik ki, bu dəqiqə o komandada yoxdur. Gəlin açıq danışaq. Düzün deyək. Heyətə baxanda 17 yaşlı Yamala güvənə bilməzdik hələ ki. Rafinyanın necə belə inkişaf eləyəcəyini biz görə bilməzdik. Torresin necə belə inkişaf eləyəcəyini biz görə bilməzdik. Və yaxud ümumi heyətin belə inkişaf eləyəcəyini biz görə bilməzdik. Amma bu oldu. Flick hərəsinə, hər bir oyuncuya əl qatdı. Bir dənə Araujo'dan başqa təəssüflər olsun ki, Araujo'ya girmir. Araujo da oranı taxtadır. Mən bunu deyirəm. Və Flickə mən irad bildirə bilmərəm. Flick doğrudan da heykəl qoylası bir insandır. Bu mövsümə, bu heyətlə heykəl qoylası bir insandır. Məsələn, Guardiola'dan danışırıq. Biz 2008-2009-da Guardiola Barsanı yenidən ayağa qaldırdı. Yenidən Barsaya nəfəs verdi və həmin il treble etdi. Amma gəlin həmin komandanın bir dənə heyətinə baxaq. Kimlər oynayırdı o heyətdə? Məncə özünüz də məndən yaxşı bilirsiniz kimlər var idi. Yəni bir dənə Messi'nin adını çəksəm, Iniesta'nın, Xavi'nin adını çəksəm bəs idi. Amma bu heyətə baxaq. Bəli, bu heyətdə də güclü səviyyəli, yəni yüksək səviyyəli futbolçular var. Amma
O komanda ilə müqayisə oluna bilməzdi keyfiyyət baxımından. Amma bu adam gəldi sıfırdan bir komanda yığdı. Möhtəşəm iş gördü. Amma Flick təəssüf olsun ki, bu mövsüm 2 oyunda çox qlobal səhvlərə yol verdi. 2 oyunda. Və bu 2 oyunun birindən yaxşı qurtardıq, birindən isə qurtara bilmədik. Birinci oyun Atletico Madrid ilə İspaniya kubokunun yarımfinal oyunu idi ki, 4-4lük bərabərlik oyununda 4-2 hesabı ilə qalib gəldiyimiz oyunda səhv əvəz etmələr nəticəsində oyunu əldən verdi. Mən həmin ərəfələrdə öz çıxışımda da bu haqda danışmışdım. Amma yəni qınamamışdım, belə bərk tənqid etməmişdim. Çünki bu olan iş idi. Ola bilər, bir səhvlə heç nə olmaz. Amma bu oyunda Flick məncə çox böyük bir səhv etdi. Oyun zamanı bunu biz dərk eləyə bilmirik. Qapanırıq oyuna. Emosiyalar bizə imkan vermir ki, biz rasional olan şeyləri adekvat qəbul eləyək. Sadəcə olaraq emosiyadayıq, qələbə gözləyirik, oyuna baxırıq, həyəcanlıyıq. Bu tam başqa bir şeydir. Amma oyundan sonra soyuq başla hər şeyi təhlil eləyəndə görürük ki, bəzi yerlərdə səhvlər var idi. Hans-Dieter Flick, quzu kəsərəm sənə. Səni verənə şükür. Yəni doğrudan da sən böyük bir adamsan. Valla sənə mən nəsə söz deyə bilmərəm. Yəni mənim o səviyyəm yoxdur ki, belə pis çıxmasın. Mən sənə nəsə gəlim söz deyəm, səndən səhv tapam. Amma başıva dönüm, quzu kəsərəm yenə də. Niyə 90-cı dəqiqədə sən Lewandowski-ni oyuna salırsan? Niyə? Nəyə lazımdır axı? Nəyə lazımdır bu əvəz etmə? Komanda 3-2 hesabı ilə qalib gəlir. 91-ci dəqiqədir. Oyuna hakim 5 dəqiqə əlavə vaxt verib. Sənin sadəcə olaraq bir məqsədin olmalıdır. Bir məqsəd. Rasional şəkildə, soyuqqanlı şəkildə müdafiə olunmaq. Komandanda Christensen var, Gavi var. Bizim bu hesabla Lewandowski'yə nəyə ehtiyacımız var axı? Artıq oyunu həll eləmişik. Lazım olan missiyanı yerinə yetirmişik. Comeback elədik. Hesabı bərabərləşdirdik. Önə belə keçdik. Bizə lazım olan tək bir şey bu hesabı qorumaq idi. Qorumaq. Və Lewandowski'nin 91-ci dəqiqədə oyuna girməsi heç də lazım deyildi və yersiz bir qərar idi. Oyuna Christensenlə Gavini salmaq olardı. Christensen'i oyuna salıb üçlü mərkəz müdafiəçisi oynatmaq olardı. Cəmisi 2 dəqiqə, 3 dəqiqə. Gavini də mərkəzə qoyub Interin pressinginin qarşısını almaq olardı. Ən azından təzə oyunçudur. Canı yerindədir, o birislərə nisbətən yorğun deyil. Cəmi 3 dəqiqə öz prinsiplərimizdən kənara çıxsaydıq, biz indi bu dəqiqə finalı qeyd edirdik. Yenə də mən keçən çıxışda demişdim ki, Hans-Dieter Flick'in prinsipləri bəzən ona problemlər yaşadır. Adam öz prinsiplərindən imtina eləməyi sevmir və həmişə öz bildiyini eləyir. Bizə lazım olan şey bu hesabı qorumaq idi. 3 dəqiqəmiz qalmışdı cəmisi. 3 dəqiqə. Adekvat, rasional şəkildə müdafiə olunsaydık, bəlkə də belə olmazdı. Biz oyuna həmin o 3 dəqiqəni üçlü müdafiə şəklində oynasaydıq, heç bir şey olmayacaqdı. Heç bir şey olmayacaqdı. Əminəm ki, həmin o Dumfrieslə Martinin epizodunda Dumfries keçən yerdə keçsəydi, onun qarşısında Christensen'i artıq mən görürdüm. Mən görürdüm o Christensen üçlü müdafiədə, Araujo ortadaydı, Christensen artıq sığortaya gəlirdi Gerard Martinə. Cəmi 3 dəqiqə lazım idi bunlar bizə. Heç nə lazım deyildi başqa. Nə bilim valla, yəni doğrudan da mən baxıram, dəli oldum həmin epizodda. Lewandowski-ni neynirəm axı mən 90-cı dəqiqədə? Nəyimə lazımdır mənim o adam? Hətta oyuna girməsəydi belə, bu bizim üçün siz nə ola bilərdi? Elə qələbə qazansaydık, bizim üçün bir ego olardı. Deyərdik ki, qardaş, Lewandowski-siz utduq sizi. Baldesiz utduq sizi, Kundesiz utduq sizi. Amma belə olmalıymış. Belə olmalıymış. Bilmirəm, daha da elə sözüm yoxdur. Biraz da hakim barəsində danışmaq olar əslində.
Şimon Marçinyak deyilənə görə Real Madrid azad keçdi. Nəsə onun videosu da yayılmışdı ki, hakimlər otağında göyə sumkasında Real Madridin loqosu var. Bilmirəm bu nə dərəcədə doğrudur yoxsa yalandır. Mən o informasiyanın tam olaraq doğru olduğunu bilmirəm. Yəni siz bilirsinizsə zəhmət olmasa şərhlərdə yazın. Bu doğrudur yoxsa fake bir məlumatdır. Amma bugünkü oyundan sonra biraz məndə o şübhələr doğruldu. Yadınızdadırsa, yenə də qayıdırıq bir il dala. Real Madrid Bavariya qarşılaşması, Çempionlar Liqasının 4-1 final mərhələsinin ikinci oyunu. Oyuna canlı baxırdım. Həmin Şimon Marçinyak idi ki, Bavariyanın ayağının altın qazdı. İndi bəziləri deyəcək ki, sən Deliktin epizodunu deyirsən, Deliktin epizodunda hakim artıq fit çalmışdı, ona görə qol saymadılar. Əzizim, bilirəm, yəni fitdən sonra qol sayılmamalıdır, okey. Amma həmin zaman fit salınmamalıydı. Həmin epizod axıra kimi oynanılmalıydı. Başqa zamanlarda 2 metrəlik ofsaydı axıra kimi oynadılar. Amma santimetrlik ofsaydı sırası bayraq qalxdı ki, oyunu saxla, yox, bu qədər olmaz. Bu necə olur? Niyə görə həmin epizod axıra qədər, sona qədər oynanılmadı? Niyə? Səbəbini deyə bilərsiniz mənə? İndi həmin oyuna qayıtmaq istəmirəm. Bu mövsüm isə, bu il isə bizim ayağımızın altın qazdı Şimon Marçinyak. Sağ olsun. Öz qərarlarıyla Acherbinin Pedrini təpikləməklə, şapalaqlamasını görmədi bu adam. Nə bilim, Gerard Martinin Dumfrieslə son 3-cü qolda olan mübarizəsinə heç vara belə baxmadı, vardan belə nəsə tələb etmədi, oyun davam elədi. Niyə baxılmadı vara? Və belə bir şey deyim, mən bunu Telegramda, qrupda da yazmışdım uşaqlara. Bu adam güya ki indi 50-50-ni qorumaq üçün də hər tərəfə adekvat olması üçün, yəni neytral olmasını sübut eləmək üçün bəzi qərarları, yəni Interin sadə epizodlardakı qərarları əleyhinə verirdi. Əleyhinə olan qərarları. Amma Barcelona da açar epizodları Barsanın əleyhinə verirdi. Bu necə olurdu? Açar epizodlar Barsanın əleyhinə idi, sadə epizodlar isə Interin əleyhinə idi. Fərqi görürsünüz nə deməkdir? Yəni siz necə? Top Kubarsidən çıxıb out'a. Amma deyir ki, Interdən çıxdı, Turamdan çıxdı top. Barsa başlayacaq. Turam deyir ki, dəlisən sən, Kubarsidən çıxdı top. Kayıfdasan sən. Deyir, Kubarsidən çıxdı. Bu biraz o qədər önəmli bir məqam deyil də futbolda, yəni açar epizodlar deyil. Amma Gerard Martin ayağını tapdalayırlar. Çünki açar epizodda qol olur həmin o epizoddan sonra. Heç nə yox idi orada. Outla bu epizodu bərabər qoyur, elə bir X-Nolik oynayır. Başa düşdünüz? Bu səhv bu düzə apardı. Fərqi gördünüz arada. Hələ utanmadan qayıdıb bizə deyirlər ki, hakim hesabına, hakim sizin tərəfə idi və bugünə kimi hakim hesabına qalib gəlmisiniz. Deyilə sözüm yoxdur. Və bəziləri var, bəzi xeyterlər artıq üzə çıxdı. Onları da təbrik edirəm. Xeyirli olsun. Komandaları ilə bizim şəxsi qarşılaşmamızda sevinə bilmədilər. Gəldilər, Interdən oyunda sevindilər. Gör nə qədər acizdirlər ki, bəzilərinə aiddir əlbəttə ki, bu yaxşılarına iraq. Öz məğlubiyyətlərinə pis olub, gəlib Interin qələbəsinə sevinirlər. Interin qələbəsinə təsəlli tapırlar. Xeyirli olsun. Yəni, bu da sizin haqqınızdır. Buna söz deyə bilmərik. Amma bir şərh oxudum mən. Bu şərh doğrudan da məni sevindirdi. Doğrudan da çox böyük sevinç hissi ilə oxudum o şərhi. Bir xeyter yazmışdı ki, siz komandasınız. Sizin komandanız prime heyəti ilə bu Interə heç nə eləyə bilmədi. Siz nə gözləyirsiniz? Başqa nə eləyə bilərsiniz ki? Bu şərh artıq mənə maraqlı gəldi, mənim xoşuma gəldi. Və bu şərhdən sonra mən hiss etdim ki, bu komanda nələrsə nail olacaq gələcəkdə. Bizi prime heyətdə olan komanda, dostum. Sən futbola haramla baxırsan. 100% gözünlə baxmırsan, onu bildim. Amma baxdığın yerlərdə bugündən sonra çalış baxmayasan. Budur prime heyət. Budur, bəlkə Gerard Martin də prime. Bəlkə sən Gerard Martini Alba kimi görmüsən oyunda. Bəlkə sən Erik Garcia'nı Dani Alves kimi görmüsən. Ola bilər bu. Yoxsa Foytu Kafu kimi görmüsən. Kubarsini bəlkə Puyol kimi görmüsən.
17 yaşlı uşağı. Bəlkə Şestini Buffon kimi görmüsən. Budur prime heyət. Lewandowski-ni bəlkə prime Lewandowski kimi görmüsən. 36 yaşlı Lewandowski-ni 25 yaşında görmüsən. Əgər sən buna prime heyət deyirsənsə, onda Real Madridin heyəti bilsən nədir? Real Madridin heyəti Galaktikos'un Galaktikos'dur. Galaktikos'un Galaktikos'dur. Belə bir Galaktikos olmayıb. Ən azından biz mübarizə aparıb məğlub olduq. Aciz şəkildə məğlub olmadıq. Yəni bu bəhanə deyil, sadəcə olaraq hər şeyin həddi var. Yəni sən bu komandanın adına ləkə qazandın, ləkə yaxa bilmərsən. Yenə də hər bir oyunçuya ayrı-ayrılıqda təşəkkür edirəm. Araujo daxil. Orada möhtəşəm mübarizə apardıq, möhtəşəm döyüşdük, öz sözümüzü dedik. Alınmadı, eybi yox, qalsın gələn illərə, canımız sağ olsun. Alınmasa belə, gələn illərdə alınmasa belə, yenə də bu komandanın yanındayıq. Mən bilsəm ki, bu Barcelona 100 il belə Çempionlar Liqasını qazana bilməyəcək, La Liqanı qazana bilməyəcək, yenə də mən bu Barcelona'nın azarkeş olacam. Başa düşdünüz, mən kuboklara görə Barçanı sevməmişəm. Və bu komandaya güvənirik və Yamalın açıqlaması mənim çox xoşuma gəldi. Yamal dedi ki, mən söz verirəm ki, bu kuboku Barcelona'ya qaytaracam. Və inanıram, Yamal çox böyük işlər görəcək bu komandada. Sadəcə olaraq möhtəşəm, halal olsun. Heyf onların əziyyətindən, heyf Yamalın, Rafinha'nın əziyyətindən, Pedri'nin əziyyətindən, ümumiyyətlə komandaya canı yanan hər bir şəxsin əziyyətindən, De Jong'un əziyyətindən. Mən De Jong'dan üzr istəyirəm, doğrudan da azarkeşlərdən də üzr istəyirəm ki, De Jong'a çox böyük kritikalar eləmişəm. De Jong da orada layiq deyildi buna. De Jong da oradan düzəldi. Deməli De Jong'un problemi başqaymış. Onu Flick gəldi, həll elədi. De Jong da oradan möhtəşəm oynadı bu mövsümün sonunda. Rafinha'nın ağlamağını gördüm, mən də kövrəldim, dözə bilmədim. Oradan da elə pis olmuşdu ki Rafinha. Yəni oradan da layiq idi, hər şeyin yaxşısına layiq idi. Hamı hər şeyin ən yaxşısına layiq idi. Alınmadı. Canımız sağ olsun. Qarşıdan bizi El Clasico gözləyir. Finala bərabər El Clasico gözləyir. İndi Real Madrid azarkeşləri bəzi Real Madrid azarkeşləri Inter formalarını çıxarıb qoya bilərlər kənara. Öz ağ rəngdə formalarını geyinə bilərlər, oyuna baxa bilərlər. Məncə belə daha maraqlı olur. Əgər məğlub olsalar, yenidən Interin formasını geyinə bilərlər. Belə dostlar, hər birinizə təşəkkür edirəm. Keyfinizi pozmayın, hər şey yaxşı olacaq. Visca Barça, Visca Kataloniya.